Ötən gün Naxçıvan şəhərindəki Naxçıvan Qala Tarix Memarlıq Muzey kompleksində Göycə festivalı öz işinə başlayıb. Festivalın açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, Qlobal İnformasiya Mühiti və Media Trendləri Konfransı, Mediafest 2025-in iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdləri maraqlı kompozisiya ilə festival iştirakçılarını qarşılayıblar. Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının fidanları qonaqlara Göycə təqdim ediblər. Ay maşallah, sağ olasın. Yemişsiniz? Sağ olun. Meydanda quraşdırılmış monitorda ümummilli lider Heydər Əliyevin Naxçıvan Göycəsi ilə bağlı jurnalistlərlə səmimi söhbəti izlənilib. Sonra səlahiyyətli nümayəndə və qonaqlar Naxçıvan qala ərazisində bəzənən rəngarəng stendlərlə tanış olublar. Muxtar Respublikanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən sahibkarlar və məhsul istehsalçıları tərəfindən təşkil olunan stendlərdə Muxtar Respublikanın hər bir bölgəsinə xas Göycə növləri, onlardan hazırlanan müxtəlif məhsullar təqdim olunub. Həmçinin diyarımızın tarixi mədəni irsi və turizm potensialı nümayiş etdirilib. Festival iştirakçıları təsərrüfat və incəsənət adamları ilə söhbət ediblər. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü və Naxçıvan şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festival öz işini bu gün də davam etdirəcək. Bəli, tədbirin ən yadda qalan anlarını sizin üçün lentə almışıq. Rəngarəng və maraqlı Göycə festivalından maraqlı da reportajımız var. Muxtar Respublikanın rayon və kəndlərindən sahibkarların da qatıldığı festivalda bir-birindən fərqli Göycə məhsulları, onlardan hazırlanan mürəbbələr, komportlar, bununla yanaşı milli mətbəx nümunələri də məhz buraya gələn qonaqlara təqdim olunur. Hər bir stenddə rayonlar özünə məxsus, rayonuna aid adət-ənənələri, həmçinin ən əsası Göycədən hazırlanmış müxtəlif dekorları və Göycə məhsulunu çıxardılar və həqiqətən bugün təkcə Göycənin təbliği deyil, eyni zamanda milli adət-ənənələrimizin təbliği olan bir Göycə festivalı oldu və bütün sakinlərimiz burada bu festivalda böyük sevinclə, həvəslə iştirak edir. Bu illəri Göycələrimiz məhsulları idi. Bir hissəsini Bakı bazarlarında satmışıq, bir hissəsini daxili bazarlarda satmışıq, bir hissəsini də bugün festivala gətirmişik. Qiymətlər münasibdir. Göycə bilirsiniz ki, Naxçıvandır vətəni. Naxçıvanda da Göycənin vətəni Şərurdur. Şərurdan gördüyünüz kimi 20-dən çox stul qoyulubdur. Yəni yer çatmır deyə gətirdilər məhsulları yığmağa. 1 hektar Göycə bağım var. Təsərrüfatın başqa sahələrində məşğulam. Əsasən bağçılıqdır. Hər il məhsulumu da ya bazara, ya belə festivallara çıxarıb satırıq. 3-cü, 4-cü festivalda iştirak edirəm və hətta bir dəfə də festivalın qalibi olmuşam. Urfa rayonu məhsullarından, kəndləri məhsullarından festivala çıxartmışıq. Göycədən daha çox Göycə şirəsi, komportu, turşusu məhsullarından bu festivala gətirmişik.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü və Naxçıvan şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festival çərçivəsində həmçinin rayon mədəniyyət kollektivlərinin ifasında musiqi və rəqs nümunələri də təqdim olunub. Həsən Məmmədov, Namiq Abbasov, Arzu Sadiqov, NTV Xəbər.